Salam, uzun bir aradan sonra yeni bir ders videosuyla karşınızdayım. Deməli, sizlər üçün yeni ikinci hissə riyaziyyat test toplusundan üstü və loqaritmik funksiyalar bölməsində olan açıq sualların izahını verəcəm və burada açıq suallar başlayır. 135-dən təxminən 220-yə qədər davam etməlidir. Ola bilsin, nömrəni yanlışlıqla dedim. Amma baxaq görək, hara qədər davam edəcəyik. Mən videoda yalnız tək nömrəli sualları izah edəcəm. Digər cüt nömrələri həll etmək isə sizin öhdənizə qalır. İnanıram ki, hər biriniz üçün faydalı bir video olacaq və vaxt itirmədən ilk sualla başlayaq. Deməli, 135-ci sualda. Burada yerləşən 1 bölünsün. Loqaritma 7 əsasdan 5-i biz tərsinə yaza bilərik. Öncəkinə toxunmayaq. 5 əsasdan 10 çıxılsın. Loqaritma tərsinə əsas və qarşı yerini dəyişir. 5 əsasdan 7 olacaq. Üstə gələk loqaritma 5 əsasdan 3,5 və bölmədə olan düsturları yəqin ki, hər biriniz bilirsiniz ki, eyni əsaslı loqaritmaları çıxdığımız zaman qarşıları bölünür. Topladığımız zaman isə qarşılar vurulur və bu zamanda loqaritma 5 əsasdan 10 bölünsün 7 vurulsun 3,5 yazsaq, qarşısı 3,5'i 10'a vurub 35, 7'ye böldüğümüz zaman alınacaq 5 və əsas və qarşı bir-birinə bərabərdirsə, o zaman cavab vahidə bərabər olur. Növbəti 137-ci sualda loqaritma bilinir ki, əgər əsasda ədəd görmürsünüzsə, bu 10 əsasdan deməkdir. 10 əsasdan 2 vurulsun loqaritma 10 əsasdan 50. Üstə gələk loqaritma kvadratı 10 əsasdan 5. Necə yaza bilərik? Sol tərəf. 2-nin əvəzinə 10 əsasdan istifadə edəcəyim üçün 10 bölünsün 5. Digərini isə 10 vurulsun 5 şəklində, vuruqlar şəklində yazsaq, böldükdə loqaritma 10 əsasdan 10 çıxılsın. Bilinir ki, əgər eyni əsaslı loqaritmalara çıxırıqsa, qarşılar bölünür və yaxud da qarşını bölmə şəklində yazmışıqsa, onu eyni əsaslı loqaritmaların fərqi şəklində yazmaq mümkündür. Daha doğrusu burada 2 yox, 5. Vurulsun loqaritma 10 əsasdan 10, üstə gələk loqaritma 10 əsasdan 5 və əsas və qarşı yeni də bir-birinə bərabərdir. 1 çıxılsın loqaritma 10 əsasdan 5 və vurulsun 1 üstə gələk loqaritma 10 əsasdan 5. Nəyi xatırladır bu hissə bizə? İki ifadənin kvadratlar fərqini a minus b, a plus b-dən birinci ifadənin kvadratı çıxılsın ikinci ifadənin kvadratı. Və ardında da həmin ədədi görürdük. Baxın, loqaritmanın kvadratı 10 əsasdan 5. Bunu ardıca köçürsək, üstə gələk loqaritma kvadratı 10 əsasdan 5'lər islah gedir. Çünki əksdilər və yenə də cavab 1'ə bərabər oldu. 139-cu sualda. Sualı yaxınlaşdırım. Deməli, burada hansı xassədən istifadə etmək mümkündür? A üstü, M üstü, N-i. Qüvvətin qüvvətini aldıqda, bəli, qüvvətlər vurulur. Ancaq biz bunun yerini dəyişib A üstü, N üstü, M şəklində də yaza bilərik. Burada da həmin xassədən istifadə etsək, 5 üstü loqaritma 5 əsasdan 8 ilə loqaritma 2 əsasdan 3'ün yerini dəyişdim. Səbəbi, bu zaman burada 5 üstü 5 loqaritma 5 əsasdan 8'in cavabı 8 olduğundan loqaritma 2 əsasdan 3. Niyəsini də qoyun, bu da açıq yazım. Loqaritma A üstündə loqaritma A əsasdan B-nin cavabı B və A yerini dəyişdikdə B-yə bərabərdir. Növbətində isə bu xassədən istifadə edəcək. Loqaritma A üstündə loqaritma C əsasdan B-dirsə, biz isə B və A-nın yerini dəyişərək B üstündə loqaritma C əsasdan A yaza bilərik. Və burada da 3 üstündə loqaritma 2 əsasdan 8 yazsaq, loqaritma 2 əsasdan 8'in qiyməti
3'ə bərabərdir. Çünki 8 2-nin kubudur və nəticədə cavab 3-ün kubundan 27-yə bərabər oldu. 141-ci sualda ilk öncə mötərizənin içindəki bu hissənin qiymətini araşdırmağa çalışaq. 2 üstündə 2 üstə gələk loqaritma 2 əsasdan 5. Müxtəlif şəkildə yazmaq mümkündür. 141-ci sualı deməli 2 üstündə 2-nin əvəzinə baxırıq ki, yanında 2 əsasdan 5 var. Biz bunu 2 əsasdan axı 4 yaza bilərik ki, eyni əsaslı olsun ki, biz də onları rahatlıqla toplaya bilək. 2 əsasdan 4 üstə gələk 2 əsasdan 5. Artıq eyni əsaslıdırlar. Eyni əsaslı olduqları üçün qarşıları vuracağıq. O zaman olur 2 üstündə loqaritma 2 əsasdan 20. Və yuxarıda yazdığımız qaydaya görə bu hissənin cavabı olacaq 20. Oldu 20. 23-dən isə 20-ni çıxdıqda və mötərizənin içərisini aldıq 3. Gəlin digər hissəni sadələşdirək görək oradan alınan nəticə nədir? Loqaritma 5 əsasdan 3 üstündə 3-də 1 vurulsun. Loqaritma 3 əsasdan 125-in yerinə isə 5-in kubu yazsaq. Və qüvvətlər enir qarşıya. 3-də 1 loqaritma 5 əsasdan 3 vurulsun. 3 vurulsun. Loqaritma 3 əsasdan 5. Və 3'lər ixtisar getdi və qalan 3 əsasdan 5 ilə 5 əsasdan 3-də tərs olduqları üçün bunların qiyməti hasilləri 1-ə bərabərdir. Və nəticədə 3 vurulsun 1-dən yekun cavab 3'dür. 143-cü sualda sualda görürük ki, həm A əsasdan B var, həm də A əsasdan B-nin tərsi var və burada da A əsasdan B-nin kvadratı var. Bu cür sualları həmişə əvəz etməklə həll etsəniz daha tez cavab əldə edə bilərsiniz. Onun üçün də mən loqaritma A əsasdan B gördüyüm hissədə T qeyd edəcəm və digərində isə tərslərində T-də 1, kvadratında isə T kvadrat şəklində. O zaman olur 3T üstə gələk 4 bölünsün T, məxrəcdə isə 1 bölünsün T, çıxılsın 3T kvadrat. Və sol tərəfdəki ifadədə hər tərəfi T-yə vurursaq, ortaq məxrəcə gətirib edə bilərsiniz, seçim sizindir. Uşaqlar. Deməli, yuxarısı olacaq 3T kvadratı, üstə gələk 4, bölünsün 1, çıxılsın 3T kvadratı. Məxrəc 1 olduğu üçün heç bir dəyişiklik olmadı, yəni sürət qalır. Və 3T kvadratları islah getdikdən sonra nəticə 4-ə bərabərdir. 145-ci sualda öncə başlayaq bu hissədən. Loqaritma 3 əsasdan 7 ilə 7 əsasdan 3-ün. Xatırlatma edim ki, A əsasdan B-ni loqaritma B əsasdan C-yə vursaq, B-lər gedəcək və A əsasdan C qalır. Onun üçün də bu hissənin cavabı loqaritma 3 əsasdan 4-dür. Və eyni əsaslı loqaritmalara çıxdığımız zaman qarşılar bölünür. Yəni, loqaritma 3 əsasdan 36 bölünsün 4-dən. Loqaritma 3 əsasdan 9-a, qiyməti isə 2-yə bərabərdir. 147-ci sualda böldükdə isə tərsindən vuracağımız üçün loqaritma 2 əsasdan 66 vurulsun. Loqaritma 66 əsasdan 6-ya görə alınacaq 66'lar getsə 2 əsasdan 6 çıxılsın. Baxın, digərində 8 əsasdan 27 görürük. Bunu 8-i 2-nin kubu, 27-ni 3-ün kubu şəklində yazsaq, 3'lər qarşıya düşür. Kəsir şəklində, yəni 3-ün 3-ə nisbətindən 1 edəcək. Onun üçün də loqaritma 2 əsasdan 6 çıxılsın. Loqaritma 2 əsasdan 3 qalır. Və eyni əsaslı yenə loqaritmalar görünür. Çıxdığımız zaman qarşılar bölünəcək. 6-nın 3-ə nisbəti getdi. Yenə də əsas və qarşısı eyni olduğu üçün nəticədə cavab
1'ə bərabər oldu. 149-cu sualda. Baxaq, hansılar gedə bilər? Deməli, buradan 5'lər gedəcək. Daha sonra 11'lər gedəcək. Və biri qarşıda, biri əsasda olduqda. Qalanlardan 2 əsasdan 64'ü bir yerə yığaq. Loqaritma 2 əsasdan 64 vurulsun. Digərində isə loqaritma 7 əsasdan kökdə 7. 2 əsasdan 64. 64'ü 2 üstü 6 şəklində. Digərində loqaritma 7 əsasdan 7 üstü 2'də 1 şəklində yazılarsa, qalan hissələr, yəni 2 əsasdan 2 və 7 əsasdan 7 vahidə bərabərdir. Yəni onun üçün də yalnız qüvvətlərin hasili olacaq. Altını da 2'də 1'ə vurduqda nəticədə cavab 3'ə bərabərdir. 151-ci sualda burada nə idi? Birinci mötərizənin içi ilə başlayacağam. Burada diqqətli olun. Kub hissə loqaritmanın kubudur. Yəni 600 qüvvət kub qarşıya düşməyəcək. Bu şəkildə olduqda 5 əsasdan biz yazırıq 5'in kubu. Kub bu zaman qüvvət şəklində olduğundan düşür qarşıya. Ancaq bizə loqaritma 5 əsasdan 5'in, yəni loqaritmanın kubu 5 əsasdan 5'dirsə, o zaman 3 qarşıya düşmür. Onun üçün də biz bunu gəlin belə yazaq. Loqaritma 5 əsasdan 625'in kubu. Loqaritma 5 əsasdan 625. 625 5 üstü 4 olduğundan qiyməti 4'ə bərabərdir. Yəni mötərizənin içi 4'dür. 4'ün kubu etdi 64. Yəni bu hissə artıq 64'dür. Biz isə loqaritma 4 əsasdan 64'ə baxsaq, bu da loqaritma 4 əsasdan 64 4'ün kubudur və nəticədə qüvvət düşür qarşıya. Cavab 3'ə bərabər olur. Və qarşısındakı loqaritma 3 əsasdan 9 da loqaritma 3 əsasdan 3'ün kvadratından 2'yə bərabərdir. Yəni bu hissənin cavabı 2, digər hissənin cavabı 3 olduğundan nəticə 6'ya bərabərdir. 2 və 3'ün hasilində. 153-cü sualda 3 üstü 2 üstə gələk. Baxın, bu 2'ni öncə qaldıraq qüvvətə. Yəni loqaritma 3 əsasdan kök 2'nin kvadratından 2'yə. Daha sonra 2'nin əvəzinə eyni əsaslı olsun deyə loqaritma 3 əsasdan 9'da yazmaq mümkündür. Ya da bir fərqli üsulda deyim. 3'ün kvadratı vurulsun 3 üstündə loqaritma 3 əsasdan 2'də yaza bilərsiniz. 3'ün kvadratı 9, digər hissənin cavabı isə 2'yə bərabər olduğundan cavab olacaq 18. Növbəti 155-ci sualımız. Mötərizənin içinin qiyməti rahatlıqla görünür. 2 əsasdan 8, 8 2'nin kubu olduğundan 3'ə bərabərdir. Yenə kubu görürük. Biz öncə yazmalıyıq loqaritma kök 3 əsasından 3'ün kubu. Və loqaritmada müxtəlif hadisələr mümkündür ki, əsası və qarşını ürəyiniz istəyən qüvvətə yüksəldə bilərsiniz. Məsələn, kvadratda da yüksəltmək mümkündür, kuba da yüksəltmək mümkündür. Yəni, mən kvadrata yüksəltməyi seçirəm. Bu zaman olacaq nə? Loqaritma 3 əsasdan 9. 3 əsasdan 9'un qiyməti rahatlıqla görünür ki, 2'dir. 2'nin kubundan nəticə 8'ə bərabər olur. 157-ci sualda 49 üstü 1 bölünsün 49 üstü loqaritma 7 əsasdan 2 çıxılsın 5 üstündə mənfi 1 olduğundan bu mənfini qüvvətə də qaldıra bilərik. Loqaritma 5 əsasdan 4 üstü mənfi 1. Sürət 49 qalsın. Burada isə yerlərini dəyişsək 2 üstündə loqaritma 7 əsasdan 49. Digərində isə 5'lər gedərkən qalacaq 4 üstü mənfi 1. Yəni 4'də 1. Yenə 49'a toxunmayaq. Bölünsün. Bu hissədəki
7 əsasdan 49. 49 7'nin kvadratı olduğundan 2'ye beraber olur. Üstü ise 2'nin kvadratından 4. Yəni 4'də 49. 4'də 49'dan da 4'də 41'i çıxdıq. 4'də 48 və nəticə 12'ye bərabərdir. 159. 159. sualımızda kök altında 36 üstündə tərsinə yazaq. Loqaritma 6 əsasdan 12 üstə gələk 4 üstündə loqaritma 2 əsasdan 5. Nə edə bilərik? Deməli, bunların yerini dəyişək. Yerlər dəyişsə, olacaq. Kök altında 12 üstündə loqaritma 6 əsasdan 36 üstə gələk 5 üstündə loqaritma 2 əsasdan 4. 6 əsasdan 36'mız 2'ye. 2 əsasdan 4'ümüz isə yenə 2'ye bərabərdir. İkisi də əsasın kvadratıdır. Yəni kök altında 12'nin kvadratı üstə gələk 5'in kvadratı kök altında edir 144 üstə gələk 25'dən 169'a o da 13'e bərabərdir. 161. sualla davam edirik. Deməli, 3 əsasdan 5, 5 əsasdan 7 və 7 əsasdan 9. Baxın, bura qədər götürmək kifayətdir ki, buradakiləri bir-birinə vuranda əsas 5, qarşı 5 getdi. Yenə əsasda 7, qarşıda 7 görürük. Bunlar da gedəcək və qalır orada 3 əsasdan 9 vurulsun. Loqaritma 16 əsasından 32. 3 əsasdan 9. Yəni açıq yazaq. 3 əsasdan 3'ün kvadratı. 16 əsasdan 9. 16 2 üstü 4. 32 isə 2 üstü 5 olduğundan birincidən olacaq cavab 2 qarşıya düşür. Digərindən isə 5/4. Yəni qalanlar 3 əsasdan 3 və 2 əsasdan 2'də 1 olduğu üçün bunları yazmağa ehtiyac yoxdur. Olur 2'də 5, yəni 2/5. Növbəti 163. sual. Burada isə 7 üstündə loqaritma 3 əsasdan 5. Yəni buradan əldə edəcəyimiz heç bir şey yoxdur. Məxrəcdə 5 üstündə loqaritma 3 əsasdan 7 çıxılırsa böləcəyimiz üçün bölürəm 5'in kvadratına. Baxın, burada 5 ilə 7'nin yerini dəyişdiyimiz zaman alacaq 7 üstündə loqaritma 3 əsasdan 7. Oy, başlayın. 7 əsasdan 7 üstü yox. 5 üstü, çünki yerlər dəyişdi. 5 üstündə loqaritma 3 əsasdan 7 bölünsün. Yəni 5 üstündə loqaritma 3 əsasdan 7 bölünsün 25. Baxın, eynidir, getdi. 1 bölünsün 25'də 1. Bu da cavab 25'e bərabərdir. 165. sualda. Deməli, 3 əsasdan 5 görünür. Həm də 3 əsasdan 45'e rast gəlirik. Gəlin əvəz etmə üsulundan istifadə edək. 165. sualda. Yəni 3 əsasdan 45 görəcəyim yerə A deyirəm. A ilə əvəz edəcəm. 3 əsasdan 5 gördüyümüz yerə isə B desək, sual bu hala düşəcək. Deməli, 3A kvadratı çıxılsın 2AB çıxılsın B kvadratı. Məxrəcdə isə 3A üstə gələk B. Yuxarını vurğular ayırsaq 3A ilə A, burada isə B ilə B. Deməli, aşağıya mənfi, yuxarıya müsbət dedikdə 3A plus B, digəri isə A minus B. Və məxrəcdəki 3A plus B ixtisar gedəcək və qalır nəticədə A çıxılsın B. Biz nəyə A demişdik? 3 əsasdan 45'e artıq hərflər əvəzinə ədədləri yazmaq vaxtıdır. 3 əsasdan 45 çıxılsın 3 əsasdan 5. Eyni əsasdandılar. Çıxacağımız üçün qarşıları böləcəyik.
3 əsasdan 9 qalır ki, bunun da cavabı 2-yə bərabərdir. Növbəti bu neçənci idi? 165. 167-ci sualdayıq artıq. 167-də isə A bərabərdir 2 üstündə loqaritma 2 əsasdan 30 çıxılsın. Birin əvəzinə 2 əsasdan 2 yaza bilərik. Eyni əsaslıdırlar. Çıxacağımız üçün qarşılar bölünəcək. 2 üstündə loqaritma 2 əsasdan 15 və 15 ilə 2-nin yerini dəyişdiyimiz zaman elə nəticə 15-ə bərabərdir. Və 15-in A-nın əvəzinə 15 yazıram. 15-in üzərinə 2 gəlib 5-ə böldükdə 17 bölünsün 5-dən 3,4 alınacaq. 169-cu sualda mötərizənin içərisində 4-ün əvəzinə gəlin 2-nin kvadratı yazaq. Çünki üstdəki 2-də 1 ilə gedəcək. Loqaritma 4 əsasdan 3. 2-lər getdi. Və burada qalan 2 üstündə loqaritma 4 əsasdan 3-də isə 3 ilə 4-ün yerini dəyişirəm. 3 üstündə loqaritma 4 əsasdan 2. 4 əsasdan 4 olarsa, deməli 4 əsasdan 2-nin qiyməti nə olacaq? 2 üstü 2-də 1 yazsaq, eləcə 2-də 1. Qarşıya 2-də 1 düşür, 2 əsasdan 2 olacaq 1. Buranın qiyməti 1-dir. 3 üstü 2-də 1 etdik kök altında 3. Onun da kvadratı 3. Ancaq belə də etmək olardı. Biz biraz uzuna getdik. Baxın, bunların yerini dəyişsək, elə 169-cu sualda daha tez alardıq. 3 üstündə 4-də 1, 4-də 1 yox, 2-də 1 loqaritma 4 əsasdan 4-dən daha tez görə bilərdik cavabı ki, 4 əsasdan 4 1-dir. 3 üstü 2-də 1-in üstü 2-də qüvvətə vurduqda 3 üstü 1 elədiyinə 3-dür. Yəni, belə daha rahat gəldi mənə. Növbətidə isə 5 üstü 3-də 1-dir. Yəni, yenə də yerlərini dəyişə bilərik. Baxın, bu hissədə yerlər dəyişsə, olacaq 3-cü dərəcədən 27 loqaritma 5 əsasdan 5. Bu hissənin cavabı 1-dir. 3-cü dərəcədən 27. 27 də 3-ün kub olduğundan 3-ə bərabərdir. Hər iki hissənin cavabı 3 olduğu üçün 3 üstə gərək 3-dən cavab 6-dır. 171-ci sualda çıxıblar. Deməli, eyni əsaslıdır. 10 əsasdan 32 çıxılsın 10 əsasdan 8. Çıxacağımız üçün qarşılar bölünəcək. Loqaritma 10 əsasdan 4 çıxılsın. Loqaritma 10-luq loqaritm, belə deyək artıq 0,4. Yenə qarşıları bölsək, 5 üstündə 10-luq loqaritm. Deməli, 4-ü 0,4-ə böldükdə nə etdi? 10. Yəni, üst 1-ə bərabərdir. 5 üstü 1. Bu hissənin yekun cavabı 5-dir. Növbəti hissəyə keçək. Loqaritma 3 əsasdan 27. 27 3-ün kubu. Loqaritma 2 əsasdan 8 isə 2-nin kubudur. Və qüvvətlər qarşıya endiyi zaman qalan 3 əsasdan 3 və 2 əsasdan 2-lərin qiyməti 1 olduğu üçün bu hissədən isə cavab 9-a bərabərdir. Və nəticədə bu ədədlərin cəmindən yekun qiymət 14 alınacaq. 173-cü sualda yenə eyni əsaslı loqaritmaların fərqi görülür. Alınacaq loqaritma 3 əsasdan qarşılar bölünür 9. Bunun da qiyməti isə 2-dir. Yanındakı 5 üstündə loqaritma 5 əsasdan 8-in cavabı isə 8-dir. Birindən 2, digərindən 8. Mötərizənin içi etdi 10. 10 üstündə 0,5 10 əsasda, yəni 10-luq loqaritm 6-dırsa, yerlərini dəyişsək, 6 üstündə 0,5 10 əsasdan 10. Baxın, bu hissənin cavabı yenə də 1-dir və 6 üstü 0,5, yəni 6 üstü 2-də 1 isə kök altında 6-dır. Yəni, kök, bax, buradan bura qədər hissə oldu kökdə 6. Və qarşıdakı kökdə 6 ilə kökdə 6-da vurduqda qiyməti isə 6-dır.
175-ci sualda. Burada isə kökün altında 25 üstündə 1 bölünsün 8 əsasdan 5-i, gəlin loqaritma 5 əsasdan 8 kimi yazaq. Üstə gələk 16 üstündə loqaritma 4 əsasdan 6 kimi yazsaq. Deməli, yerlər dəyişəcək yenə də 8 üstündə loqaritma 5 əsasdan 25, üstə gələk 6 üstündə loqaritma 4 əsasdan 16. 5 əsasdan 25 2-dir. 8-in kvadratı, üstə gələk 4 əsasdan 16. Yenə də 2-dir, çünki 16 4-ün kvadratıdır. Hər ikisinin qüvvəti 2 alındığı üçün kök altında 64 ilə də 36-nın cəm kök altında 100 edir və cavab 10-a bərabərdir. 177-ci sualda 81 üstü 2-də 1-i gəlin kənarda saxlayaq. Buradakı 1 bölünsün 5 əsasdan 9-un yerinə isə loqaritma 9 əsasdan 5 yazaq. Və yerləri dəyişə bilərik. Hələ ki, sol qiyməti hesablamağa çalışıram. Bərabərdir 5 üstündə 2-də 1 loqaritma 9 əsasdan 81. 9 əsasdan 81 özü 2-dir. 5 üstü 2-də 1 vurulsun 2-dən. Üstlər tərsdir, 5 qaldı. Sağ tərəfdə isə öncə mötərizənin içərisindən başlayaq. Loqaritma 2 əsasdan 8-də kök altına 8-ci dərəcədən 2-nin yerinə 2 üstü 8-də 1 üstündə 2-də 1 olacaq. Loqaritma 2 əsasdan 2 üstü 16-da 1 qarşıya düşəcək. 16-da 1 loqaritma 2 əsasdan 2, o da vahiddir. Yəni bir sözlə mötərizənin içərisinin qiyməti etdi 16-da 1. İndi isə loqaritma 2 əsasdan 16-da 1-in qiymətini axtaraq. 16-da 1-in əvəzinə yaza bilərik 2 üstü -4 və qüvvətdə qarşıya keçəcək. Yekunda cavab oldu -4. Yəni sol hissə, sağ tərəfin cavabı -4. Soldan isə nə almışdıq? Yuxarıda 5 almışdıq. Bəli, 5 almışdıq buranı. Bir sözlə 5 çıxılsın -4 edəcək. Müsbət 9. 179-cu ifadənin qiymətinə baxaq. Deməli, burada qarşıya baxsaq ki, 4 çıxılsın 2 kök altında 3. Bu onluq loqaritm kök 3 çıxılsın 1-in mötərizə kvadratıdır. Baxın, birincinin kvadratı çıxılsın hasilini 2 misli, üstə gələ ikincinin kvadratı. Bunların kvadratlar cəmi etdi 4 çıxılsın 2 kök 3. Yəni mən də 4 çıxılsın 2 kök 3 əvəzinə kök 3 minus 1-in mötərizə kvadratı yazdım. Qüvvəti endirirəm qarşıya. Olur 12 onluq loqaritm kök 3 minus 1 və yanındakı ifadə ilə eyni olduğu üçün onların fərqi 0-a bərabərdir. 181-ci sualda öncə mötərizənin içərisindən başlayaq. Baxın, bu hissəni sadələşdirsək olacaq. Deməli, yerlərini dəyişəcəm. 2 ilə 27-nin 2 üstündə loqaritma 3 əsasdan 27. 3 əsasdan 27-nin qiyməti 3-dür. Oldu 2-nin kubu. Bu hissənin cavabını aldıq. 3. Bağışlayın. 3 yox. 3 qüvvəti idi. 2-nin kubundan 8. Yəni, bura yazaq artıq 8. Üzərinə 5-i gəldik. Etdi 13. Mötərizənin qiyməti 13. 13-ün üzərində isə loqaritma 13 əsasdan 64 var ki, yerlər dəyişdiyi zaman bunun da qiyməti 64-ə bərabərdir. Artıq 8-də 3 vurulsun, yekun 64-dür və cavab 24-ə bərabər olur. 183-cü sualda nə edə bilərik? Deməli, bu ikini öncə gəlin qüvvətə qaldıraq. Loqaritma 2 əsasdan 5-in kvadratından 25 böldüyümüz zaman
tərsinə vurulur. Loqaritma 25 əsasdan 48. 25 tərk edərsə, loqaritma 2 əsasdan 48 qalır. Bundan isə 2 əsasdan 3'ü çıxsaq, eyni əsaslıdır və qarşılar bölünəcək 2 əsasdan 16. 16'nın əvəzinə də 2 üstü 4 yazdığımız zaman yekun cavab 4 alınacaq. Növbəti 185-ci sualda. Yirmi üstü A da 2'dir. 5 üstü B də 2'dir. Buradan hər tərəfi, yəni A özü bərabərdir. Loqaritma 20 əsasdan 2. B isə buradan loqaritma 5 əsasdan 2'dir. Bizdən isə 1 bölü A çıxıq 1 bölü B'nin qiymətini istəyir. Yəni A əgər 20 əsasdan 2'dirsə, A da bir onun tərsindən loqaritma 2 əsasdan 20 çıxılsın. B də 1 isə 5 əsasdan 2'nin tərsi olacaq. Yəni 2 əsasdan 5. Burada isə eyni əsaslıdırlar. Qarşılar bölünəcək. 2 əsasdan 4 edir və onun da qiyməti 2'dir. Növbəti 187-ci sualla davam edək. 87. Həndəsi orta. Ədədin həndəsi ortasını taparkən həmin ədədləri kök alıb hansını tapmaq lazımdır? 187'də deməli A vurulsun B kökün altında. Kök altında 4 əsasdan 27 vurulsun loqaritma 9 əsasdan 8. Hər birini bildiyimiz qüvvətlər şəklində yazaq. Loqaritma 2'nin kvadratı 27'nin yerinə isə 3'ün kubu. Digərində loqaritma 9'un əvəzinə 3'ün kvadratı, 8'in əvəzinə 2'nin kubu yazsaq, qarşılar qüvvətlər düşür qarşıya. 2'də 3 vurulsun 2 əsasdan 3. Digərində isə 2'də 3 vurulsun loqaritma 3 əsasdan 2. Baxın, 2 əsasdan 3, 3 əsasdan 2. Bunlar tərsdirlər. Ona görə qiymətlərin, hasillərin qiyməti 1'ə bərabərdir. Qaldı 2'də 3 vurulsun 2'də 3. Kök altında 4'də 9. Ondan isə kökdən 2'də 3, yəni 1,5 çıxacaq. 189-cu sualda. Deməli, nə edə bilərik? Bir öncə sualı yaxınlaşdırım. Loqaritmanın kubu 2 əsasdan 5. Bunu belə yazsam. 2 üstündə loqaritma 2 əsasdan 5. Loqaritma 2 əsasdan 5 vurulsun loqaritma 2 əsasdan 5. Deyə bilərsiniz ki, niyə bu qədər xırdaçılıqla yazdım? Baxın, istəyirəm bu hissəni görəsiniz. 2 üstündə loqaritma 2 əsasdan 5'in qiyməti nə oldu? 5. Digərləri isə əlimdən heç bir şey gəlmir. Ona görə 2 əsasdan 5, yəni 16 kvadrat oldu. Və baxıram ki, aldığım nəticə digər, yəni ondan sonraki ifadə ilə eynidir. Bəli, bundan eynidir. Yəni bunlar bərabərdirlər. Ona görə bunların fərqi 0 etdi. Yalnız araşdıracağımız isə 2 üstündə loqaritma 4 əsasdan 25'dir. Burada isə 2 üstündə loqaritma 4'ün əvəzinə 2'nin kvadratı, 25'in əvəzinə 5'in kvadratı yazsaq, yəni artıq o 2'lər qarşıya düşdükdən sonra ixtisar gedir. Biz bunu 2 əsasdan 5 də yaza bilərik. Və 5 ilə də 2 yerinə dəyişdiyi zaman 5 üstündə loqaritma 2 əsasdan 2'dən cavab 5 üstü 1, yəni 5'ə bərabər olur. Növbəti 191-ci sualda. Loqaritma 10 əsasdan 125. Mən bunu 5'in kubu kimi yazım. Yox, eyni əsaslılar. Gəlin qarşıları birbaşa vuraq. 125 vurulsun 80. Aşağıda isə 2'ni qüvvət şəklinə salaq. Onluq loqaritm 4, üstə gələk. Onluq loqaritm 25 oldu mu? Bunların da qarşısına vuraq. 4 vurulsun 25.
Üst hissədə onluq loqaritm 10.000. Aşağıda isə onluq loqaritm 100. Üst hissəni onluq loqaritm 10 üstü 4 şəklində, alt hissəni isə 10 üstü 2 şəklində yazsaq, qüvvətlər qarşıya endiyi zaman 4, onluq loqaritm 10, aşağıda isə 2, onluq loqaritm 10. Bunlar getdi. Yəni 4-ün 2-yə nisbətindən nəticə 2-yə bərabər oldu. 193-cü sualda kvadratlar fərqi kimi yazsaq, loqaritma 2 əsasdan 20 çıxılsın. Loqaritma 2 əsasdan 5 vurulsun. Loqaritma 2 əsasdan 20. Üstə gələk, loqaritma 2 əsasdan 5. Xırda oldu yerimiz. Bu da loqaritma 2 əsasdan 10 məxrəcdə qaldı. Üst hissədə eyni əsaslı loqaritmaları çıxdığımız zaman qarşılar bölünür. Olacaq birincidən 2 əsasdan 4. Vurulsun. Digərində isə 2 əsasdan qarşılar vurulur. 20-ni 5-ə vurduq. 100 bölünsün. 2 əsasdan 10. 2 əsasdan 4 2-yə. Bunu isə digərini, burada baxın. Onun kvadratı şəklində yazsaq, 2 enəcək qarşıya. Olacaq 2 loqaritma 2 əsasdan 10. Və məxrəcdəki 2 əsasdan 10 ilə ixtisar gedəcək. Nəticədə cavab 4-ə bərabərdir. 195-ci sualda loqaritma 2 əsasdan 125-in yerinə 5-in kubu, loqaritma 5 əsasdan 4-ün yerinə isə 2-nin kvadratı yazıb qüvvətləri endirirəm qarşıya. Birbaşa yaza bilərik artıq. 6, baxın, 2 əsasdan 5, 5 əsasdan 2. Bir neçə dəfə qarşımıza çıxıb tərsdilər. Ona görə artıq yazmıram. Hasilləri 1-ə bərabərdir. Bu hissədən sol tərəfdən qiymət 6-ya bərabər oldu. Keçək sağ tərəfin qiymətinə. Baxın, burada trigonometriya var artıq. Kosinus 2pi. Yəni, kosinus sağda alır 1-i. Loqaritma 2 əsasdan 1, qarşısı 1-ə bərabər olan bütün loqaritmaların cavabı 0-dır. Burada isə loqaritm, onluq loqaritm 10-un kvadratından 2 enəcək qarşıya. 10 əsasdan 10 olduğu üçün bunda qiyməti 1-dir. Oldu 2. Sağ tərəfdən nəticə isə 2-yə bərabərdir. Yəni 6 ilə 2-nin fərqi, ifadənin qiyməti 4 oldu. 197-ci sualda. 197. Deməli, əgər onluq loqaritm x 2,47-dirsə, x buradan bərabərdir. Əsas 10 olduğu üçün 10 üstü 2,47. İkincisi, loqaritm, onluq loqaritm y 2,42-dirsə, buradan y bərabərdir 10 üstündə 2,42. Biz isə kökün altında x vur y hasilini axtarırıq. Kökün altında 10 üstündə 2,47 vurulsun. 10 üstündə 2,42. Eyni əsaslı qüvvətlərin hasilini tapdıqda qüvvət üstləri toplanılır. Olacaq 2 üstü. Deməli, 42 biri oy bağışlayın. Mən 98-ci sualdan qeyd elədim ikinci hissəsini. Deməli, burada 2,42 yox, 1,53 qeyd etməli idim. Burada da qüvvət 1,53 olacaq. 1,53. Üstlər toplandığı zaman nə edəcək? Deməli, 10 üstü 4. Yəni, kökün altında 10.000. Kökdən isə cavab 100 olaraq çıxacaq. 199-cu sualda. Baxın, qarşıdakı 4 plus 2 kök 3. Loqaritma kök 3 plus 1 əsasını yazaq. Sizə bir şey xatırlatmalıdır ki, bu kök 3 plus 1-in mötərizə kvadratıdır. Baxın, bir də qeyd edim. Kök 3-ün kvadratı 3.
Hasilin 2 misli 2 kök 3 və üstə gələk 1-dən 4 plus 2 kök 3 əvəzinə yazdım bunu ki, artıq bunun nəticəsinin 2 olduğunu görək. Çünki 2 enəcək qarşıya. Digərinə baxaq. Loqaritma kök 5 çıxılsın 2 əsasdan. Bu isə kök 5 üstə gələk 2-nin mörtərizə kvadratı. Çox ehtiyatlı olmaq lazımdır. Çünki öncəkində əsasla qarşı eyni idi. Yəni 2 qarşıya endikdən sonra nəticə 1-dir. Amma burada 2 qarşıya endikdən sonra loqaritma 5-ə kök 5 əsas, kök 5 çıx 2 əsasdan kök 5 plus 2. Burada isə onlar eyni deyil. Bəs bunlar necə ədədlərdir? Diqqətli olsaq, kök 5 çıxılsın 2 ilə kök 5 üstə gələk 2-nin hasili kök 5-in kvadratı çıxılsın 2-nin kvadratından 1-ə bərabərdir. Yəni onlar qarşılıqlı tərs ədədlərdir. Əgər loqaritma düsturlarına baxsanız, A əsasından A da 1-in qiyməti əsas və qarşı bir-birinin tərsidirsə, o zaman onun qiyməti -1-dir. Yəni biz də bu hissəyə -1 desək, nəticədə cavab -2 olacaq. Baxın, bu hissə oldu -2. Digər hissənin cavabı oldu 2. 2-dən də -2 çıxdığımız zaman ifadənin qiyməti olacaq 4. Nəhayət 200 artıq keçdik. 201-ci suala. Üst hissədə 3, onluq loqaritm 5 çıxılsın. Baxın, burada 10 üstü -1-dir və o mənfi qarşıya keçib artıq müsbətə çevrilir. Üstə gələk 10 əsasını yazmayacağım. Onluq loqaritm 2 bölünsün loqaritma 4 əsasdan 9-u isə əsasdan və qarşıdan kök aldığımız zaman 2 əsasdan 3 yaza bilərik. Eyni əsaslıdırlar. Topladığımız zaman qarşılar vurulur. 3 üstündə 1. Niyə? Çünki 10 əsasdan 10 edir. Onun da qiyməti 1-dir. Loqaritma 2 əsasdan 3. Bu zaman isə 3 loqaritma 3 əsasdan 2 olacaq və cavab yerlər dəyişdikdən sonra 2 alınır. Bitdi. Baxaq. Bəli. Cavab ifadənin qiyməti 2-yə bərabərdir. 203-cü sualda deməli 203-cü sualda 7 üslü 2-də 1 not oxumuram. Vurulsun loqaritma kök 7 əsasdan 3 kvadrat olduğu üçün bunu yenidən təkrarlayıram. Loqaritma kök 7 əsasdan 3 vurulsun loqaritma kök 3 əsasdan 7. Deməli bu 2-də 1 qüvvət şəklində 3-ün qüvvətinə qaldırsaq olacaq 7 üstü loqaritma kök 7 əsasdan kök 3 vurulsun. Digərlərində isə hər birini kvadrata yüksəldəcəm. İşte loqaritma 7 əsasdan 9 vurulsun loqaritma 3 əsasdan 49. Baxın, daha sonra nə edə bilərəm ona baxın. Deməli, bu hissənin yenidən kvadrata yüksəlsəniz 7 üstündə loqaritma 7 əsasdan 3 vurulsun loqaritma 7 əsasdan 9-un əvəzinə 3-ün kvadratı vurulsun loqaritma 3 əsasdan 49-un isə yerinə 7-nin kvadratı yazsaq, qüvvətlər düşəcək qarşıya, bu kənara alınsın. Və qalan 7 əsasdan 3 ilə 3 əsasdan 7 hasilləri 1-ə bərabərdir. Bu hissənin qiyməti isə belə edək də onda. Nə oldu? 7 üstündə loqaritma 7 əsasdan 3 və digər hissənin qiyməti üstü olduğu üçün 4-ə bərabərdir. 4. Biz də bunların yerini dəyişsək 3 üstündə loqaritma 4 də var burada. 7 əsasdan 7. Bu hissənin qiyməti 1-ə bərabərdir. Onun üçün də cavab 3 üstü 4-dən 81 olacaq. 205-ci sualda
5-ci sualda isə yenə A əsasdan 5 və onun tərsini görürük. Gəlin əvəz etmə üsulundan istifadə edək. Loqaritma A əsasdan B x olarsa, sual bu hala düşür o zaman. X üstə gələk 1 bölünsün x bizə 3 olaraq verilir. Bizdən isə bu hissəni rasional ifadələrdən xatırlayacaqsınız. X-in kvadratı ilə 1 bölünsün x kvadratının qiyməti isə axtarılır. Hər iki tərəfi kvadrata yüksəltsək, olacaq x kvadratı. Üstə gələk 2 vurulsun həmin ifadələrin hasili və ikinci ifadənin kvadratı bərabərdir 9-a. Buradan x-lar gedərsə, 2-ni sağ tərəfə keçirsək, x kvadratı üstə gələk 1 bölünsün x kvadratının qiyməti 9-dan 2 çıxsaq 7-yə bərabər olur. 207-ci sualda. Sualımızda bizə ifadələrin kvadratlar cəm verilir. Bax, görək nə edə bilərik. 4a kvadratı plus 3b kvadratı yəqin ki 2a-nın mötərizə kvadratı üstə gələk 3b-nin mötərizə kvadratı kimi yazsaq bərabərdir 13ab. İki ifadənin kvadratlar cəmi həmin ifadələrin cəminin kvadratından bu ifadələrin hasilinin 2 mislini çıxsaq, yəni 6ab. Bu isə etdi 12ab. Bu 12ab-ni keçirsək sağa 2a plus 3b-nin mötərizə kvadratı edəcək 25ab. Və axtarılan sualda isə bu 2-ni qüvvətə yüksəltsək, olacaq 10-luq loqaritm 2a plus 3b-nin kvadratı çıxılsın 10-luq loqaritm 25 bölünsün. Burada isə 5 10-luq loqaritm AB. Bu hissənin yerinə, baxın, 2a plus 3b-nin mötərizə kvadratının yerinə aldığımız 25ab-ni yazsaq, eyni əsassızlar çıxdığımız zaman qarşılar bölünsə, LG 25ab-ni böləcəyik 25-ə, 25-lər getsə, 10-luq loqaritm AB qalacaq. 5 10-luq loqaritm AB. Və artıq bunlar da ixtisar gedir. Nəticədə cavab 5-də 1 qalır. 209-cu suala baxaq. Deməli, 209. 3 üstündə. Surətdə loqaritm 100 əsasdan 5 görünür. O 100-ün yerinə biz 10 üstü 2-də 1 yazsaq, qarşıya 2-də 1 düşəcək. 10 əsasdan 5 bölünsün. Məxrəcdə də 10 əsasdan 5 var. Vurulsun 5 üstündə yenidən 100 əsasdan 3 görən və oradakı 2-də 1-i qarşıya atsaq, 10-luq loqaritm 3. Məxrəcdə yenə 10-luq loqaritm 3 və bunlar getdi. İxtisar getdi və 3 üstü 2-də 1 kök 3 vurulsun. 5 üstü 2-də 1-dən də kök 5. Yəni edəcək kök də 15. Bir sözlə 15 üstü 2-də 1 də yaza bilərik bunu. Belə yazmaq daha əlverişli olacaq. Daha sonra 15 üstü 2-də 1 qüvvətli olan üstündə 2 loqaritma 15 əsasdan 6 şəklində yazdıqda 2-lər ixtisar gedir və 15 üstündə loqaritma 15 əsasdan 6-nın cavabı isə bərabər olur 6-ya. 15-lər gedərək. 211-ci sualda x bərabərdir loqaritma 4 əsasdan 28. Hazır cavabını hesablaya bilməsək də, ancaq hansı raqda olduğunu təyin edə bilərik. Çünki 4 əsasdan 28, 4 əsasdan 16 ilə 4 əsasdan 64 arasında yerləşir. Yəni bir sözlə bizim x-imiz 2 ilə 4 əsasdan 16-nın qiymətidir. 3-ün arasında, o da isə 4 əsasdan 64-ün qiymətidir. Digər y araşdıraq. Loqaritma 3 əsasdan 38. Bu isə loqaritma 3 əsasdan 27 ilə
Loqaritma 3 əsasdan 81 arasında olduğundan y-imiz 3 ilə 4 arasında yerləşən bir irrasional ədəddir. Deməli, biz 211-də modulda x çıxılsın y çıxılsın, modulda x çıxılsın 3, üstə gələk modulda 5 çıxılsın y. İçərisinin işarəsini təyin edək. X 2 ilə 3 arasında, y isə 3 ilə 4 arasındadır. Bu hissə niyə məndən artıq getmədi, onu bilmirəm. Məcbur saxlayacağıq bunu. Düzəltdim artıq. Deməli, y x-dən böyük olduğu üçün içərisi mənfi ədəddir. Digərində x 2-dən böyük, 3-dən kiçik olduğu üçün burada bir 2,5 deyə bir ədəd yoxlasaq, bu hissə yenə mənfi ədəddir. Və sonuncusu 3 ilə 4 arasında, 5-dən 3 ilə 4 arasında bir ədəd çıxsaq, müsbət ədəd olacaq. Mənfi ədəddən moduldan içəridəki ifadənin əksini çıxardacaq. Y minus x, digərində də yenə əksinə 3 minus x və sonuncunu isə olduğu kimi 5 minus y şəklində çıxartsaq, mötərizəni açırıq və buradan x-lar islah gedir, y-lər islah gedir və mənfi 3 ilə 5-in cəmi müsbət 2-yə bərabər olur. Keçirik növbəti 213-cü suala. 3 əsasdan 24 və 8 əsasdan 24 var. Aşağıda isə 3 əsasdan 8 və 8 əsasdan 3 var. Deməli, bunlar bir-birinin tərsidir. Biz nə edə bilərik? Bu 8 əsasdan 3 əsasdan 24-ü, gəlin 3 əsasdan 24-ə 3 vurulsun 8 şəklində yazsaq, bu isə 3 əsasdan 3 ilə 3 əsasdan 8-in cəmidir. Yəni 3 əsasdan 3, üstə gələk 3 əsasdan 8. Üst hissədə 1 plus loqaritma 3 əsasdan 8 olacaq. Bu qalsın. Növbəti. Yanındakı 8 əsasdan 24-ü, 24-ü yenə də 3 vurulsun 8 şəklində yazsaq, bu isə loqaritma 8 əsasdan 3, üstə gələk 8 əsasdan 8-dən, yəni 1-dir. Üst hissəni 1, üstə gələk loqaritma 3 əsasdan 8 ilə, loqaritma 8 əsasdan 3 üstə gələk 1-dir. Gəlin üst hissəni bir dənə vurub açaq, baxaq məxrəclə nə əlaqəsi var. Edəcək loqaritma 8 əsasdan 3, üstə gələk 1, üstə gələk. Artıq 3 əsasdan 8 ilə 8 əsasdan 3-ü vurduqda 1 edir. Digəri isə 3 əsasdan 8. Və bu hissə oldu ortadakı 2. Baxıb görürük ki, məxrəclə eyni ifadə alındı. 3 əsasdan 8, 8 əsasdan 3, üstə gələk 2. Sadəcə yerləri dəyişib. Ona görə də sürət və məxrəc bərabər olduğu üçün ifadənin qiyməti 1-ə bərabərdir. Növbəti 215-ci sual. 6-nı kənarda saxlayaq. Öncə bu hissəyə baxaq görək bunların bir-birinə nə əlaqəsi var. Loqaritma 2 əsasdan sinus 15. 2-də 1 əvəzinə 2 üstü mənfi 1 yazdıqda qarşıdakı mənfi müsbətə çevriləcək. Olacaq loqaritma 2 əsasdan sinus 75 yerinə isə mən kosinus 15 yazmaq istəyirəm. Çünki tamamlayıcı bucaqların birinin sinusu digərinin kosinusuna bərabərdir. Eyni əsaslı loqaritmaları topladığımız zaman qarşıları vururlarsa sinus 15 vurulsun kosinus 15. O da bərabərdir. Loqaritma 2 əsasdan sinus alfa vurulsun kosinus alfa özü 2-də 1 sinus 2 alfa, yəni sinus 30-a bərabərdir. Sinus 30-da aldığı qiymət özü 2-də 1-ə. Qarşısındakı 2-də 1 ilə vurulduğu zaman loqaritma 2 əsasdan 4-də 1 olacaq ki, o da loqaritma 2 əsasdan 4-də 1 isə 2 üstü mənfi 2-dir. Yəni, buradan əldə etdiyimiz cavab mənfi 2-yə bərabərdir. Və qarşısındakı 6-nın da üzərinə gəldikdə ifadənin qiyməti
4 çıxacaq. 217-ci sualda. Bu hissəyə baxırıq. Nə edə bilərik? Deməli, M-lər getsə, N-lər getsə, nə qalacaq? A əsasdan C. 217-ci sualda A əsasdan B-yə toxunmuram. Çıxılsın loqaritma A əsasdan C. Bərabərdir 2. Və üstə belə bir qeyd var ki, buradakı A-dır, C-dir, M-dir, N-dir. Bunlar müxtəlif sadə ədədlərdir. B-nin natural bölənlər sayını istəyir. Və qarşımıza eyni əsaslı loqaritmalar çıxır. Onları çıxdığımız zaman qarşılar bölünəcək, bərabərdir 2. Bunu isə üslü bir funksiyaya dönüşdürsək, belə alınacaq. A kvadratı bərabərdir B bölünsün C-yə. Məqsədimiz B-nin natural bölənlərin sayını tapmaqdır. Ona görə də B bərabərdir A kvadrat vurulsun C. Üstü 1. Və hər biri də sadədir. İstənilən bir ədədi sadə vuruklar şəklində ayırdıqdan sonra natural bölənlərinin sayını tapdığımız zaman qüvvət üstlərini bir vahidə artırıb bir-birinə vururduq. Yəni bu qüvvət hər biri bir vahid artır. Bu zamanda 3 vurulsun 2-dən, natural bölən sayı isə 6-ya bərabərdir. Və 219-cu sualımıza da baxaq. 3. Hər biri 3-ə bölünəcək. Deməli, 3-ləri kənarda saxlasaq, çünki bu belə olacaq da 3 vurulsun loqaritma 23 faktorial əsasdan 2. Üstə gələk, həmçinin. Yəni 3-lər kənarda qalsa, sürətdəki 3-ləri kənara çıxardıram. Loqaritma yenə 23 faktorial əsasından 3. Və bu qaydada davam edir. Sonuncu nədir? Loqaritma 23 faktorial əsasından tərsinə hər birini yazmışıq. Hər birinin əsası 23 faktorialdır. Əsaslar eynidirsə, deməli topladıqda qarşılar vurulacaq. Düz 2-dən 23-ə qədər. Yəni qarşısında 1 yoxdursa belə də 2-dən 23-ə qədər olan ədədlərin hasili elə 23 faktorialın özünə bərabərdir. 23 faktorialdır. Yəni əsas ilə qarşı bərabər çıxdı. Ona görə də həmin hissənin qiyməti 1-ə bərabərdir. 3-də 1-ə vurduğumuz üçün cavab 3-dür. Buradakı açıq suallardan sonuncu bir cüt nömrəni də izah edeyim və videomuzu burada yekunlaşdıracağım. Deməli, 3 üstü x bərabərdir 11-ə. Loqaritma 11 əsasdan 33 üstü x. Biz bunu belə yaza bilərik. 3 üstü x vurulsun 11 üstü x. Daha sonra loqaritma 11 əsasdan 3 üstü x. Üstə gələk loqaritma 11 əsasdan 11 üstü x. Və 3 üstü x gördüyümüz yerə 11 yazsaq, olacaq loqaritma 11 əsasdan 11. Üstə gələk. Buradakı x-i də qarşıya atsaq, x vurulsun loqaritma 11 əsasdan 11. Cavab etdi 1. Üstə gələk x. Bizdən isə ifadənin tam qiymətini axtarır. Tam hissəsini daha doğrusu. 3 üstü x əgər 11-dirsə, x buradan bərabərdir loqaritma 3 əsasdan 11-ə. Biz x-in əvəzinə loqaritma 3 əsasdan 11 yazsaq, birin əvəzinə də elə 3 əsasdan 3 yazsaydıq, olacaq bu loqaritma 3 əsasdan 33. 3 əsasdan 33 qeyd edilib 3 əsasdan 33. Bu isə 3 əsasdan 27 ilə 3 əsasdan 81 arasında yerləşən bir ədəddir. Yəni 3 ilə 4 arası. Axtarılan ifadə 3 və 4 arasında yerləşdiyindən, yəni bu ədədlərin, bu ifadənin tam hissəsi olacaq 3. Və bununla da burada yerləşən bütün açıq suallardan tək nömrələri izah etmiş oldum. Güman edirəm ki, hər biriniz üçün faydalı olar. Hər birinizə uğurlar. Növbəti videoda görüşənə qədər.